Bilirsiniz, bəzən arzuladığımız şeyə çatmaq əslində ən böyük məğlubiyyətimiz olur. Jack London'ın möhtəşəm əsəri Martin Eden də məhz bundan bəhs edir. Bu, sadəcə bir uğur hekayəsi deyil, əksinə, uğurun insanı necə məhv edə biləcəyini göstərən sarsıdıcı bir səyahətdir. Gəlin, bu faciəvi yola birlikdə çıxaq. Bu səs qəhrəmanımız Martin Edenin səsidir. O, kobud, həyatın silləsini yemiş bir dənizçidir və birdən-birə özünü tamamilə yad bir aləmdə, zəriflik və mədəniyyət dolu bir evdə tapır. Bax, onun bu ilk heyrəti, bu çaşqınlığı bütün hekayənin başlanğıc nöqtəsidir. Elə hekayənin tam mərkəzində də bu qarşıdurma dayanır. Martin Eden, fəhlə sinfinin kobud reallığı ilə zənginlərin incə dünyası arasında sıxışıb qalmış bir adam. Təsəvvür edin, bu iki dünya bir-biri ilə necə də ziddiyyət təşkil edir. Bir yanda həyatın bütün sərtliyini əllərindəki, üzündəki çapıqlarda daşıyan dənizçi Martin. O biri yanda isə kitablar, incəsənət və qaydalarla dolu bir dünyada böyümüş, zərif universitet tələbəsi Ruf Morse. Onların tanışlığı sanki iki ayrı planetin toqquşması kimidir. Martin o otağa girən andan etibarən aradakı o nəhəng uçurumu hiss edir. Əllərindəki qabarlar, əyninə yad olan o sərt yakalıq, bütün bunlar ona daim hatırladır ki, o, bu dünyaya aid deyil. Və məhz bu his onun içində inanılmaz bir dəyişim arzusunu alovlandırır. Beləliklə, Martinin həyatının missiyası başlayır. Amma bu, sadəcə bir neçə vərdişi dəyişməyə deyil. O, bütün varlığını, keçmişini, danışığını, düşüncələrini, hər şeyi yenidən yaratmağa qərar verir və bütün bunları yalnız bir şey üçün edir. Rufa və onun dünyasına layiq olmaq üçün. İndi isə gəlin, Martinin həyatının ən çətin, ən amansız mərhələsinə keçək. Bu, onun özünü yenidən yaratmaq üçün çıxdığı o ağrılı yoxuşdur. Bu sadəcə dərs oxumaq deyildi. Yox, bu özünə qarşı apardığı bir müharibə idi. Gecə-gündüz demədən, ac-susuz, balaca bir otaqda özünü dünyaya qapadır. O biliyə elə bir şövqlə can atır ki, sanki beyni partlayacaq, amma dayanmır. Bu əsl fədakarlıq idi. Onun yoxsulluğunun nə qədər dərin olduğunu anlamaq üçün bu rəqəmə baxmaq kifayətdir. 3 dollar 85 sent. Bu, onun baqqala olan borcudur. Və bu kiçik məbləğ bir kabus kimi onu izləyir, gecələr yuxusuna haram qatır. Bəs bütün bu zəhmətin, fədakarlığın qarşılığında dünya ona nə verir? 5 dollar. Bəli, düz eşitdiniz. 5000 sözlük bir hekayəyə görə cəmi cümlətanı 5 dollar. Bu pul değildi, bu onun zəhmətinə, ruhuna vurulan bir təhqir idi. Amma Martin bilikləndikcə qəribə bir şey baş verir. O, arzusunda olduğu cəmiyyətə yaxınlaşmaq əvəzinə onlardan daha da uzaqlaşdığını hiss edir. Baxın, problem buradadır. Martin üçün sənət cəsarət tələb edir, həqiqəti deməlidir. Ruh üçün isə sənət sadəcə gözəl və qəbul edilmiş qaydalara uyğun olmalıdır. Onların arasındakı uçurum artıq təkcə sinfi fərq deyil, bu bir düşüncə, bir fəlsəfə fərqidir. Martinin bu sözləri əslində o dövrün ədəbi mühitinə bir üsyandır. O başa düşür ki, bu insanlar yeniliyə, orijinallığa dəyər vermirlər. Onlar sadəcə təhlükəsiz, yoxlanılmış və hamı tərəfindən bəyənilən şeyləri alqışlayırlar. Təsəvvür edin, hətta nadir hallarda bir əsərini çap etdirməyi bacaranda belə sevincinə acı qatılır. Redaktorlar onun yazısını, onun ruhunu sanki bir ət parçası kimi doğruyurlar. Başlıqları dəyişir, misraları pozurlar, bu Martinin sənətə və nəşriyyat dünyasına olan son ümidlərini də məhv edir. Və nəhayət, illər sürən o amansız mübarizədən sonra qapı döyülür, uğur gəlib. Amma bu elə bir uğurdur ki, dadı zəhərdən də acıdır. İllər boyu Martinin gördüyü, eşitdiyi tək söz buydu. Hər qapıdan, hər redaksiyadan gələn cavab eyni idi, rədd edildi. Bu söz onun həyatının leytmotivinə çevrilmişdi. Və sonra bu məktub gəlir. İnanılmaz bir ikiyüzlülük elə deyilmi? Dünən zibilə atdıqları əsərlər üçün bugün ona demək olar ki, yalvarırlar. Bu məktub ədəbi dünyanın bütün saxtakarlığını çılpaqlığı ilə ortaya qoyur. Bir anda hər şey 180 dərəcə dəyişir. Dünən Martinə yuxarıdan aşağı baxanlar bugün onu alqışlamaq üçün növbəyə dururlar. Amma bu qəfil şöhrət Martinə sevinç yox, yalnız ikrah hissi gətirir. Əsas məsələ də elə budur. Hamı geri qayıdır.
Ruf da, onun ailəsi də, tənqidçilər də. Amma Martin bir şeyi çox yaxşı anlayır. Onlar eyni Martinə, eyni əsərlərə bir il əvvəl dəyər vermirdilər. Bəs nə dəyişdi? Sadəcə Martinin adı. Artıq o uğurluydu. Bu isə onun üçün ən böyük məyusluğuydu. Uğurun ən yüksək zirvəsində Martin həyatının ən dərin, ən qaranlıq quyusuna düşür. O anlayır ki, məqsədinə çatmaq əslində onun yaşamaq arzusunu tamamilə öldürüb. Bütün o mübarizədən, şöhrətdən, puldan sonra əlində qalan tək şey bu olur. Dərin, sonsuz, mənasız bir boşluq hissi. Uğur onun içindəki o mübarizə alovunu söndürmüşdü. Bu sadəcə bir anlıq bir ümidsizlik deyil. Bu Martinin gəldiyi son amansız nəticədir. O bütün həyatının, bütün mübarizəsinin mənasız olduğuna inanır. Və hekayənin ən böyük faciəsi də budur. Martin, cəmiyyətin qəbul edəcəyi o mükəmməl insana çevrilmək üçün əsl Martin ideni yolda qurban verdi. Zirvəyə tək başına çatdı, amma ruhunu o yoxuşda itirmişdi. Və son pərdə. Okeanın ortasında, sivilizasiyadan uzaq bir gəmi. Martin üçün artıq nə geri dönüş var, nə də irəliyə gedəcəyi bir yol. Yeganə xilas yolu başqa bir dərinlikdə idi. Beləliklə, Martin Eden'in hekayəsi bizi bu əbədi sualla baş-başa buraxır. Həqiqi uğur nədir? Başqalarının alqışını qazanmaq, yoxsa çətin də olsa özünə sadiq qalmaq? Bu, bəlkə də hər birimizin həyatda özümüzə verməli olduğu ən vacib sualdır.